Salam, hər vaxtınız xeyir. Deməli, bugün dərsimiz adi onlu hissəsinin toplanması və çıxılması, vurulması və bölünməsidir. Və burada ilk deməli, hansı ki 9 sual hal-hazırda görürük və bunları bir-bir izah edəcəm. Və baxırıq deməli, burada deyir ki, 17 kəsin sürət və maxrajdan hansı ədəd çıxdıqda 3-2 kəsir alınır. Biz birinci fikir veririk. Yəni ki, 10-da 1 var ki, məsələn, yerinə qoymaqla eləmək. Məsələn, birincini elə qoyaq, məsələn, 10-da 7-ni qoyuruq. Çıxılsın 1, çıxılsın 1. Bu bizə verəcək, deməli, 6-da 9-da 6 daha doğrusu. Bunu ixtisar gəlsə 3-2 alınır. Amma ki, bu bizə 3-2-ni verməklə bu demək cavabını tapa bilərik. Düz. Amma ki, bu demək deyir ki, biz bunun, yəni bu riyazi üsulun bizə lazımdır. Yəni biz onu bu üsulla eləmək bizə o qədər lazımdır. Biz bunu belə edə bilərik. Məsələn, 10-da 7 çıxılsın x, çıxılsın x bərabərdir 3-2. Bunu çarparaq vurarıq. Deməli, beləcə vururuq. Deməli, bu 21 çıxılsın 3x bərabər olacaq. 20 çıxılsın 2x. 2x. Bu da bərabər olur ümumi x 1-ə bərabər olur. Cavabımız 1 oldu. Yəni, burada A variantı. A variantı getdi. Deməli, gəlib ikinci sual baxır. 9-da kəsin sürət və maxrajdan. İkinci sualda bunlar. Sonra gəlir üçüncü sual. Deməli, üçüncü sualda deyir ki, ifadəsinin qiymətini hesablayın. Birinci mötərizəni həll eləməyə çalışacağıq. Mötərizəni həll eləmək üçün də -6/5 üzərində 8-7 gələcək. -6/5 üstə 8-də 7. O da eləyəcək, deməli, yəni bəli, bunu 24-ə gətirəcək ki, bir şey əldə edə bilir və bundan da 4 qalır, bundan da 3 qalır və bu da 24-də 1 eləyir. 24-də 1 eləyəndən sonra bunu elə bir ki 3 tam 24-də 7 bizə verir, deməli 24-də 79. 69-u verir. Onu da 24-ə vuracaq. Bunu əksinəsə bölür ya. Bunun cavabı da bizə verir 79. Cavab C variantı. 4 ondan gəlir. Bəli, 6-cı sualda görürük ki, 2-dən 2-də 1-dir. Yəni, bu 2-də 5-i bizə verir. Bu çıxılma da müsbət eləyir. 0,5-i 2-də 1 kimi yazırıq. Bunun cavabı da bizə verəcək. Deməli, 2 dəfə 2, yəni 2-yə gətirir 6, 3-dür. Aşağı da bizə 3-ü 3-ə bölürük 1 eləyir. 3 üstə də 1 gələndə 4 eləyir. Və 4 böyle 3-ü 4-ə bölmək kimi yazacağıq. 4, 4-də 3, D variantı. Bir dənə də deməli, D variantındaydı. Sonra gəlirik 8-ə. Bəli. 8-ə fikir veririk ki, deməli bu yəni bunu da bir-bir həll eləyəcəyik. 4 dəfə 2 8 üstə 1 gələndə 9 eləyir. 9 bölünsün 2 vurulsun 9-da 8-ə. 8-lə 2 idi. 4 9-lar getdi. Cavab 4-dür. Burada. Cavab yox, bu bir hissəsi. Sonra 5-dən bu qıraqda 4-ü burada yazırıq yaddaşa. 4-ü yazdı yaddaşa. 5 dəfə 3 15 üstə 1 16 bölünsün 3. Vurasın 10 dəfə 3 30 üstə 2 32 32 məxrəcdə yazacağıq ki, 2 yerləri dəyişdi. 3 də bura 3 də 7 16 32 etdi. Bu 2-də 1-dir. Burada da 4 plus 2-də 1 eləyir. Bu da deməli 2-yə gətiriləcək. Deməli 8 üstə 9 4,5-dir bunun cavabı da C variantı. Deməli, indi 9-a baxırıq. Baxırıq ki, 40 bölünsün 20. Bir-bir həll edirik. 40 nə edir? 40 bölünsün 25. Bir həll eləyəcək. 18 böl, yox, 1,8 böl 3,6-nı da bir həll eləyəcək. 40-ı 25-ə böləndə bizə verir 1,6. Üzərinə gələcək. 1,8 böl 3,6-nı rahat həll eləmək üçün bir 18 bölünsün 36 kimi həll eləyəcək. Bu da bizə verəcək 0,5. Bunun da cavabı 2,1 kimi bizə verdi. 2,1-i qırağa yazırıq. 2,1-i qırağa yazırıq ki, yaddan çıxmasın. Bu 2-dir. Demək, 2,1. Sonra 1 çıxılsın 4-də 3. Bizə verəcək 4-də 1-i. 4-də 1 də yaddadır. 2,1-i bölürük 4-də 1-ə. Elə bir ki, əksinə vuracaq. 2,1 vurasın 4-ə. O da bizə məlum oldu ki, 8-də 4-ümüş.
Deməli, bu qədər video çəkmişdim. Yəni, az çəkmişdim də, ilk dəfədir deyə. Buna görə də əgərsə videonu bəyəndinizsə, like atmayı və paylaşmayı unutmayın və həmçinin rəy yazmağı da unutmayın. Əgər istəsəniz, ardı da yazacaq və nə sualınız da varsa, rəy bölməsinə yaza bilərsiniz. Sağ olun.